Salam dəyərli izləyicilər. Sualımıza qeyd edirik ki, Azərbaycanda 2-ci Respublika dövrünə aid olan hadisələrin müəyyən edin və düzgün xronoloji ardıcılığını müəyyən edin. Moskvada ilk dəfə olaraq Azərbaycan Kommunist Bolşevik Partiyasının yaradılması. Onu da xatırladım ki, 2-ci Respublika Azərbaycan SSR idi, 1-ci Respublika Azərbaycan Xalq Cümhuriyyəti idi, ikincisi isə Azərbaycan Respublikası idi. Deməli, burada Moskvada ilk dəfə olaraq Azərbaycan Kommunist Bolşevik Partiyasının birinci katib vəzifəsi yaradılıb 1929-cu ildə. 29. Naxçıvan General Qubernatorluğu yaradıldı. Bu Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılıb 1919-cu ildə. 919. Deməli, ikini aid götürə bilmərik. Azərbaycan İnqilab Komitəsi ləğv olundu 1921-ci ilin may ayında. Bunu götürürük 1921-in may ayında. Şəhər orderlə Erməni Daşnak hökumətinə verildi 1920-ci ilin deməli avqust ayında idi. Avqust. Daşkənd müqaviləsi isə 1992-ci ildədir. Deməli, müəyyən silahlar Azərbaycana verilmişdi bu müqaviləyə görə. Bu da deməli 3-cü Respublikaya aid olduğuna görə götürə bilmərik. Çünki Azərbaycan Respublikası dövrünə düşür. Deməli, sualın burada xronoloji ardıcıllıq 3 istiqamətdə getməlidir. Burada əvvəlcə olmalıdır 4, sonra da olmalıdır 3 və 1. 4, 3, 1 də B variantında göstərilib. Diqqətinizə görə təşəkkür edirik.